Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərə 8 fevral tarixində Dahi Akademiyada keçirilən blok imtahanından tarix suallarını izah edəcəm. Demək, bizim 31-ci sualımız xəritədir. Xəritədə 1 bizim Marağadır, işarələn ərazi, 2 Bərdə, 3 isə Ərdəbildir. Bu ərazilərə uyğunluğu tapmalıyıq. A bəndində qədim Albaniya dövlətinin paytaxtı olmuşdu deyir. Biz bilirik ki, qədim Albaniya dövlətinin paytaxtı Bərdə olub, Qəbələ şəhər olub, qədim Albaniyanın paytaxtı. Ona görə də A variantı olan bütün cavabları silirik. A variantı olan, yəni ki, B-də var, D-də var, A variantı Y bəndində var bir də. Yeni də silirik. Ərəblərin gəlişinə qədər Cənubi Azərbaycanın mərkəzi hesab edilirdi. Ərəblərin gəlişinə qədər Cənubi Azərbaycanın mərkəzi Ərdəbil şəhəri idi. 3-ə B gedir. Ərəblər tərəfindən Babül-Əvvab adlandırılan Dərbənd şəhəri idi. C-ni də silirik cavablardan, çünki Dərbənd işarələnməyib. C də gedir. Bizim doğru cavabımız olur A bəndi. Daha sonra 32-ci sual. Müvafiq olaraq 1618 və 1590-cı illərə aid olanlar 1618 Mərənd döyüşü, 1590 sa 1-ci İstanbul sülhüdür. C bəndidir burada doğru cavabımız. Növbəti sualda uyğunluqdur. Hökmdarın adı və onun həyata keçirdiyi fəaliyyət ilə bağlıdır. Bir də Məhəmməd ibn Yezid Cənubi Azərbaycanı iqta kimi alıbdır. Məhəmməd ibn Yezid, yəni Cənubi Azərbaycanı iqta kimi alan Əbu Sac Divdaddır, 1 getdi. Məhəmməd ibn Əbu Sac Ərdəbildə yeni dövlətin əsasını qoyub. Burada Ərdəbil yox, Marağı olmalı idi. 2-də getdi, 1 olan və 2 olanları silirik. Cavabımız çıxır avtomatik 3-4. Yəni Yusif Əbu Sac Azərbaycanı vahid halda birləşdirib, desəm də sonuncu sadəcə hökmdardır. Bu doğrudur. Növbəti sualımız daha əvvəl baş vermişdi. Teymurilərin Terek çayı sahilində qələbə qazanması 1395-ci ildir. Əmir Teymurun Azərbaycana 3 illik yürüşünün başlanması 1386-da 3 illik yürüşü başlayır. Şirvanşahlar dövlətində Teymurilərin ağalığına son qoyulur. Əmir Teymurun ölümündən sonradır. Kəsranilərin hakimiyyətinə son qoyulması Kəsranilər sülaləsinin 1382-ci ildədir. Bununla da demək Kəsranilər gedir, Dərbəndlər gəlir. Təbrizdə Teymurilərə qarşı üsyan 1406-da baş verib. Ən əvvəl olan cavabımız da D bəndidir. Növbəti yenə uyğunluğu müəyyən edən Oğuz Türkman boyları, Ağqoyunlu tayfa ittifaqı və Ağqoyunlu bəyliyinə aiddir. A bəndində deyir, Baharlı sülaləsi tərəfindən idarə edilir. Bu Qaraqoyunludur. A getdi. A olanları silirik. 1-ə A, Y getdi, B getdi, C getdi. Pəhləvan bəy tərəfindən əsası qoyulub, düzdür. Van gölünün qərbində yerləşirdi, düzdür. Ağqoyunlu bəyliyinin mərkəzi Diyarbəkir, doğrudur. İldırım Bəyazidlə mübarizə aparması. Bu doğrudur. İldırım Bəyazidlə müharibə aparıb. Teymur Əbu Səidin məğlub edilməsi. Əslində Ağqoyunlu bəyliyinin Teymurlərlə müttəfiqlik əlaqələri olub. 1BC, 2AB, D bəndi doğru cavabımız. Növbəti sual 16-cı əsrin 90-cı illərində imzalanmış İstanbul müqaviləsi üçün səciyyəvidir. Yəni 1590-cı ildə İstanbul müqaviləsindən gedir söhbət. Səfəvilərin imzaladığı ən ağır şərtli müqavilədir, düzdür. Səfəvi-Osmanlı müharibəsinin ilk mərhələsinin başa çatması bu Amasya sülhüdür. 2 getdi, 2 olan cavabları çıxırıq. Səfəvi dövləti öz ərazisinin xeyli hissəsini itirmişdi, doğrudur. Amasya müqaviləsinin şərtləri bərpa edilmişdi, xeyr, belə bir müddəa yoxdur, 4-də getdi. Səfəvilər eyni vaxtda 2 dövlətlə müharibə aparmaqdan xilas olublar, bəli, doğru cavab B bəndidir. Növbəti sual uyğunluq. Demək, Həsən bəy Rumlu, Oruc bəy Bayat və İskəndər bəy Münşi Şah Abbasın hərbi yürüşlərindən bəhs etmişdi. Demək, Şah Abbasın hərbi yürüşlərindən bəhs eləyən İskəndər bəy Münşi olmuşdu. Daha sonra əsərlərində 1-ci Təhmasi və 2-ci İsmailin həyatından bəhs eləyən
birinci Təhmasibə. Bu Həsən bəy Rumludur. Daha sonra İspaniyaya səyahət edən dediyi Oruz bəy Bayat, Şah Abbas, bir dəqiqə burada qarşılığı oldu. Mən ən yaxşısı yazım. Şah Abbasın hərbi yürüşlərindən bəhs etmişdi. Birinci Abbasın. Bu İskəndər bəy Münşidir. 3-ə gedir A. Daha sonra əsərlərində birinci Təhmasib və ikinci İsmailin həyatından bəhs etmişdi. Bu Həsən bəy Rumludur. B gedir 1-ə. İspaniyaya səyahət edən də Oruz bəy Bayatdır. C-də 2-yə gedir. B, C, A. Yəni 37-də cavab olur C bəndi. Növbəti sual 38. Reş müqaviləsindən fərqli olaraq Gəncə müqaviləsinə əsasən, yəni Rus qoşunları Xəzərsahili vilayətləri tamamilə tərk edirlər. Reş müqaviləsində, yəni onlar tamamilə Azərbaycanı tərk etməkləri yox idi. Amma Gəncə müqaviləsi 1735-ə görə tamamilə Azərbaycan torpaqlarını tərk edirlər. 1905-də ermənilərin kütləvi şəkildə milli qırğın törətdikləri ərazilər Bakı şəhərində, Şəki Xeyir, Şuşada, Naxçıvanda 1, 3, 4 cavab B-dir. 40-cı sual oktyabr çevrilişi nəticəsində fəaliyyətini dayandırmışdı. Bu xüsusi Cənubi Qafqaz komitəsidir. Y bəndi. Daha sonra 41-ci sual 1919-cu ilin noyabrında Tiflisdə imzalanmış sazişin tez bir zamanda pozulmasına səbəb oldu. Bu Ermənistanın Zəngəzura qoşun yeritməsi idi. Yəni müqavilənin şərtlərini Ermənistan pozduğuna görə Tiflis sazişi, yəni etibarsız sayılır. 42-ci sualda Böyük Səlcuq dövlətinin hökmdarı 1-ci Toğruldan fərqli olaraq Alparslan hakimiyyət dövründə Bizans qoşunları məğlub eləyib. Hər ikisi oxşardı, bir olanları silirik. Paytaxtı yeni şəhərə köçürmüşdü. Paytaxtı 1-ci Toğrul keçirib, amma Alparslan dövründə paytaxt dəyişməsi yoxdur. 2-də getdi. Konyan Karanı tutan Məlikşahdır. 3-də getdi. Rəv vadilərə 1065-də son qoyan Alparslandır. Cavab A bəndi. Yalnız 4. 43-cü sual. 1-ci Süleymanın hakimiyyət dövrü üçün səciyyəvi idi. Paytaxtın Ədirnəyə köçürülməsi bu 1-ci Murada aiddir. Bu getdi. İspan donanması məğlubiyyətə uğradıldı. Bəli, düzdür. Əlcəzair uğrunda. Səbəbi ilə sülh bağlandı. Düzdür. Amasya sülhü. Bolqarıstan işğal edildi. Səhvdir. 4 çıxırıq. Muxac döyüşündə qələbə qazanılması 1526-cı ildə düzdür. Doğru cavab 2, 3, 5, yəni C bəndidir. Növbəti sual 44-cü sualdır. Atilla, Ağsuvar, Mihraqulu xan əsas məqsədlərindən biri Qərbi Romanı tabe etmək olan Atilla idi. 1-ə gedir A. Sasani dövlətinin asılı vəziyyətə salması bu Ağsuvar xandır, Axun hökmdarı. Sasanini asılı vəziyyətə salmaq istəyən Atilla idi. Çünki Sasanilərlə müharibəyə hazırlaşan ərəfədə vəfat etdi. Şimali-Qərbi Hindistanı tamamilə tabe eləyən Mihraqulu xan da 6-cı əsrdə. İlk xaqan bu Qutluq İltəris xandır. Bu heç birinə aid deyil. Y olanları silirik. C gedir, Y gedir. Y-ləri siləndə B gedir. 1-ə A, C, 2-yə B, D. Cavabımız da alınır A bəndi. Növbəti sual uyğunluq gözlənilmişdir. Mannanı süquta uğratmışdı. Manna dövlətini Midiya. A getdi. Roma sərkərdəsi Pompey Albaniyaya yürüş etmişdi. Eradan əvvəl 3 yox, eradan əvvəl 1. B getdi. Xəzər dənizinin bütün sahillərini işğal etmişdi İmperator Kanidi. Kanidi imperator olmamışdı. Atropatina Selevkilər dövlətinin asılı vəziyyətə düşmüşdü. Artabazan hakimiyyət dövründə düzdür. 223-cü ildə o zaman da Artabazan hakimiyyətdə idi. Aza öldürülmüşdü. Mərkəzi hakimiyyətə qarşı baş vermiş üsyan nəticəsində yox, sui-qəsd olmalı idi burada. Üsyan yox, sui-qəsd olmalı idi. 46. İngiltərədə 2-ci Henrixin islahatlarına aid doğru cavab. Kral məhkəməsinin səlahiyyətləri məhdudlaşdırıldı. Xeyr, onun keçirdiyi islahatlar kral məhkəməsinin, istər kral hakimiyyətinin güclənməsinə səbəb olmuşdur. 1 səhvdir. 1 olan cavabları çıxırıq. Hər bir azad adam ödənç müqabilində kral məhkəməsinə müraciət edə bilərdi. Düzdür.
Qalxan pulu adlı vergi ləğv edildi. Ləğv edildi yox, tətbiq edilməyə başladı. Üçü də silirik. Hər bir azad adam kralın çağırışla yürüşdə iştirak etməli idi. Bəli, 4 də düzdür. Henrixin islahatları kral hakimiyyətinin zəifləməsinə yox, güclənməsinə səbəb olmuşdu. 2 və 4 A bəndi doğru cavabımızdır. Növbəti sual. Eyler-Venn diaqramı. Şeyx İbrahim, 2 birinci Xəlilullah, 3 Fərrux Yasar. Burada birinci İbrahimə uyğun gələn cavab Əmir Teymurla ittifaq qurmuşdu. 1-ə Y. Qarabağda onun huzuruna gəlib Teymurun birinci yürüşündə ona itayətini bildirmişdi. 1-ə Y. Birinci Xəlilullah 2. Nə aid gəlir? Sultan Yaqubla Səfəvilər əleyhinə ittifaq quran bu Fərrux Yasar olmuşdu. Ərdəbil hakimlərinə qarşı mübarizə aparmışdı. Bu Ərdəbil hakimlərinə qarşı mübarizə 1-ci Xəlilullah və Fərrux Yasara aiddir. 4-ə B. Daha sonra Qaraqoyunlu Cahan Şahla ittifaq quraraq Səfəvilərə qarşı mübarizə bu Xəlilullaha aiddir. Samur döyüşündə Dərbəndlərin nümayəndəsi idi. Bu hər üçünə aiddir. 5-ə D. Demək, bu zaman olur 1-ə Y, 2-ə C, 3-ə A, 4-ə B, 5-ə D, yəni D bəndi. Növbəti sual, demək 48-ci sual. 100 illik müharibə başa çatan il. 100 illik müharibə 1453-də başa çatıb. 1453. 1337-də də başlamışdı 100 illik müharibə. Şimdi baxaq, 100 illik müharibənin baş verdiyi ildə nəyi tələb etdi, nəyi soruşur, biz nəyi tapmalıyıq? 1453. Osmanlı dövlətindədir, Ankara döyüşündə məğlub oldu. Ankara döyüşü 1402-dir. A getdi. Bizans imperiyasına son qoyuldu 1453-də, düzdür. Paytaxt Yeni şəhərə köçürdü, bəli. Konstantinopola köçürüldü. 1-ə BC, düzdür. 1-ə BC olan iki variantımız var. Ya B olacaq, ya Y. Azərbaycanda Baharlı sülaləsinin hakimiyyəti mövcud idi, bəli. 1410-1468-ci ildə Teymurilərin hakimiyyətinə son qoyuldu. Xeyr, Ağqoyunlu dövlətinin əsası 1468-də qoyuldu. Bu da səhvdir. 1BC, 2A. Bu da olur B bəndi. Bunu silirik. Yəni doğru cavabımız B bəndidir. Növbəti sualımız 49-cu sualdır. Burada eradan əvvəl 6-cı əsrdə Afina şəhər dövlətində baş vermiş siyasi proseslərə aid sxemi tamamlamalıyıq. Demək, üsyandan qorxan aristokratlar güzəştə getməyə məcbur oldular. Son islahatlar keçirildi. Yəni, biz son niyə islahatlar keçirməyinin səbəbini tapmalıyıq. Elə kitabda da yazılıb ki, Afinada ciddi iqtisadi problemlər yarandı və bu iqtisadi problemlər də siyasi zəddiyyətləri kəskinləşdirdi. Bundan üsyandan qalxmasından qorxan aristokratlar da güzəştə getməyə məcbur oldular. Cavab C bəndi. Növbəti 50 yönə uyğunluq Xəzər, Uyğur, Avropa, Hun. Dövlətin əsas Balamir tərəfindən qoyulub, bu Avropa, Hun dövlətidir. Kiyev knyazlığının yürüşünə məruz qalıb Xəzər 965-də ilə Kiyev knyazvarlığına son qoyub. 8-ci əsrdə Musəvlik dövlət dini elan edilib. Yenə Xəzərdə Katalan düzənində Qərbi Rom imperiyasının ordusu ilə vuruşub Atilla Avropa'da. 9-cu əsrin 40-cı illərində qırğızlar tərəfindən süquta uğradılıb Uyğur 842-də. 1BC, 2Y, 3AD, yəni A bəndidir. Doğru cavabımız 51-ci sual. Suas-Son döyüşü və Talas döyüşünün arasında baş verməmişdi. Suas-Son döyüşü Frank dövlətinə aiddir. 486-cı ildə Suas-Sondur. 486. Talas 751-dir. İndi aralığa daxil olmayan. Kadisiya 636-dır. Bu aralığa aiddir. Ərəblərin Avropada irəliləyişinin Franklar tərəfindən dayandırılması 732 Puat 7. Ərəb-Xəzər müharibələri başlaması ərəblər, yəni bildiyiniz 643 döyüş götürə bilərsiniz. Albaniyanın süqutu bu aralığa aiddir.
Xürrəmlərin ilk çıxışı 778-də başlamışdı və 778-ci ildə də artıq bu aralığa aid deyil. Burada cavabımız olur D bəndi. 52. Əfşarlardan fərqli olaraq ingilislər Hindistana yürüş eləyib hər ikisi. Moğol dövlətinə qalib gəlmişdi, həm əfşarlar, həm ingilislər. Osmanlılarla müharibə aparmışdı. Burada əfşarlardan fərqli olaraq əfşarlar Osmanlılarla müharibə aparıb, hakimiyyətə qarşı baş vermiş üsyanları yatırıb hər ikisi, istər Nadir, istər ingilislər. Hindistanı tamamilə tabe eləyib, bu artıq sırf ingilislərə məxsusdur. 53. Zar və Daş Salahlı mağarasının yerləşdiyi ərazi Zar mağarası Kəlbəcərdədir. 1. Daş Salahlıda Qazaxdadır. 5. Doğru cavabımız 1 və 5-dir. Növbəti sualda 54-də Osmanlı dövlətinin 15-ci əsr tarixinə aid olan hadisələr soruşur. Trabzon tutulması 2-ci Mehmet tərəfindən 1461. 1-ci Muradı ilk dəfə sultan tituluna layiq görülüb 14-cü əsrdə. Misir məmlükün varlığına son qoyulub 1517-16-cı əsrdə. Teymurlərlə mübarizə 15-də aparılıb Ankara. Qanunnamə qəbul edib Mehmet 1476. Cavab olur 1, 4, 5. Bir də buradan işarələyək. 55-ci sualda ana xaqanlığı və ata xaqanlığı üçün ümumi cəhətlər, yəni üst paleolitindən erkən Tunc dövrünün oxşarlığı. Dini inanclar, yəni insan yanından qədim daş dövrünə dini inanclar olub. Şumlama zamanı qoşqu heyvanları bu erkən Tunc dövrünə aiddir, qoşqu heyvanlar. Əkinçilik, maldarlıq geniş yayılıb, düzdür. Əmlak bərabərsizlik varsa bu Tunc dövrüdür, bu oxşar deyil. Suni suvarma da yenə Tuncdur, bu da gedir. Doğru cavabımız olur 1 və 3. Növbəti sual Azərbaycan tarixində səlib yürüşləri dövrünə uyğun gələn hadisələr istəyir. Səlib yürüşləri 11-ci əsrdən 13-cü əsrə qədər olan dövrə əhatə edir. İlk feodal dövlətlər Azərbaycanda bir Şirvanşahlardır. 9-cu əsrdir. 1 getdi. Hülakilərin tərkibinə qatılıb Azərbaycan 1356. Bu düzdür. Əmir Teymurun yürüşləri 14-cü əsrdir. Bu aralığa deyil. İçini yazaq hələlik. Qazan xan tərəfindən kəndlərin torpağa təhkim olunması haqqında qanun 1303, bu da 14-dür. Bu da getdi. Şirvanşahların Səlcuqların asılılığından imtina etməsi. Bu artıq 13-cü əsrdə demək 13-cü əsr yox, 12-ci əsrdir və bu doğru cavab olur. 2 və 5 cavabımız doğru cavabdır. 56-da 2 və 5. Sonra burada 57-ci sualımız 16-cı əsr tarixinə aid dövlətlərin. Burada bizdən 1 Türk 16-cı əsr deyirsə Osmanlı, 2 bu İspaniya, 3 isə Almaniya ərazisidir. Tüdorlar hakimiyyətə gəlmişdi Al-Qızılgül, Ağqızılgül müharibələrinin sonunda 1485-də 15-ci əsrdə ümumiyyətlə istəyirik. Kipr adası 1571-də Səlim fəth eləmişdi. 1-ə B. Məğlub edilməz armadaya sahib idi. İspaniya biz bilirik ki 1588-də demək İngiltərə donanmasını məğlub etmişdi. Augsburg sülhü ilə 1555-də dini müharibə ərazisinə son qoyulan Almaniya idi. İlk dünya səyahətində yenə həyata keçirən 1519-21-də olub İspaniya. İlk dünya səyahəti 2-yə də olur Y. 1-ə B, 2-yə C, 3-ə D.